Salam aleyküm şeyx. Aleyküm salam. İslam dinində bahalı paltar geyinmək təkəbbürlük sayılırmı? Elhamdülillah. Elhamdülillah vahdə və salatu və salamu alə əmməllə nəbiyyə və əmmə bəd. Selamun aleyküm və rəhmətullah və bərəkətuh. Hayır, salam. O ki qaldı, bahalı paltar geymək olar yoxsa yox? Təbii ki olar, qadağan deyil. Əgər o baxır insanın imkanına, imkanı varsa alır, qəşəng paltar geyinir, burada bir şey yoxdur. Sadəcə paltarın ədəbləri var, ona riayət eləsə heç bir şey yoxdur. Olar, bəli olar. Həmçinin şeyx, insanın geyimi onun kim olduğundan xəbər verirmi? Mütləq şəkildə yox. Mütləq şəkildə yox. Ola bilər geyimi xəbər versin, ola bilər geyimi xəbər verməsin. Geyim ələm o demək deyil ki, axı insan kimdir, xəsiyyəti nədir? Çünki geyimi çox adam geyə bilər. Amma onun xəsiyyətidir, yaxşı olmasıdır, pis olmasıdır, ona dəlalət eləmir. Bəli.